Herkese salam, kanalıma hoş gelmişsiniz. Tanınmış vəkil Şəfiqə Nağıyeva sosyal medya hesabında yepyeni videolar paylaşıb. Tanınmış vəkil evinin eyvanında yetiştirdiği meyve ve tərəvəzlərin video görüntülerini paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Ne kadar əziyyət çəksəm də, işə gedib gəlsəm də, hər gün gəlib bu güllərimə baxıram, meyvələrimə baxıram. Bu əkdiyim xiyardır. Burada əmələ gəlib yekəvir. Deməli artıq yetişir. Burada da çiçəkləri var. Sonra bu pomidordur, inşallah yetişəcək. Bu yenə xiyardır. Yenə bunun da gülləri var üstündə. Bu da xiyardır, gülü var. Bu da xiyardır. Ondan sonra baba görürsünüz güllərə. Necə gülləri var. Ondan sonra burada bir böyüyü var. Yetişib. Bax, bunu çək. Fatimə, görsən nə qəşəngdir. Və deməli, bu da mənim limonumdur. Görün limonumu. Qəşəng, üstündə bir dənə limon var. Özdəki hamısı gül açıb, qəşəng olacaq. Sonra bu da mənim nanəmdir. Bu mənim çiyələyimdir. Sonra burada da toxum əkmişəm. Yəni, keşnişlə suyu toxumu. Bu yenə xiyardır və orada yenə xiyar yetişib. Bu mənim narımdır, nar ağacı əkmişəm. Bu 7 gözəldir gül. Sonra bu elə bir güldür ki, başında gözəl qırmızı güllər çıxır. Bu da kaladır orada. Bu deməli, o da kaladır, bax ağ. Bu da qızıl güldür, görürsünüz ki, bir cürə rəngi var. Amma bunlar əkirşahlardır. Bax, gözəl əkirşahlardır. Bu badımcandır əkmişəm. Ondan sonra bu da güzel güldü çok. Sonra bunlar kızıl güllerdi. Hərəsi bir renkli ayrı. Bunlar da yine palalardı. Mavi açır. Ondan sonra demek cürbəcür renkler açır. Bir renkli olmur. Bənövşəyi açır. Bak bunlar da əkirşahlardı. Sevirəm də əkirşahını. İyindən doymuram. Bəh. Demək cürbəcür rəngi. Bax bu da ağ rəngidir. Bu da qəribə bir rəngdir. Bu da başka bir çiçəkdir. Sonra bu da limondur. Limonun gülləri göstər Fatimə. Çox gözəl bax, hamısı açılacaq. Aşağıda da var, aşağını da göstər. Bu nədir Fatimə, sən bilərsən? Bu da Afrikada olur, Fatimə. Gətirib əkmişsən bura. Deməli, bu qızıl güldür yenə. Ondan sonra bu dırmaşan qızıl güllərdir. Bunlar çok güzeldi. Sonra bu da kızıl güldü bak. Fatimə bax buna, görsən artıq deməli yetişir. Bu da çok güzel, şəkşi alıb bunu mənə. Çok güzel roz və narıncı rəngi, daha doğrusu güller olur üstünde. Sonra bu da yine kızıl güldü. Bu da sarmaşan güldü. Üstünde artık gönçələri var. Bu da sarmaşan güldü, sarmaşacaq yuxarı. Bu da qızıl güldü, sarmaşan. Bəh. İyindən doymaq olmur, iyindən. Bu da yenə xiyardır. Gəlib çıxıb güldə olur. Bu da kaladır. Bu 7 gözəldir. Bu yasəməndir. Sonra bu da qızıl güldür. Bu da ki yolkamdır da. Qışda qoyuram bunu. Bəziyirəm, yeni eli qeyd edirəm. Bu da yasəməndir. Fatimə bax, artıq deməli bitib, güllər açır. İndi yoxdur gülü. Bu da yeri gözəldir. Və bu nərgiz gülüdür. Bunun ətrindən doymaq olmur. Bu da mənim əzizlərim çiyələklərdir. İnşallah əkmişəm. Əmələ gələcək, bitəcək. Sizi qonaq çağıracağım çiyələyə. Özü dərmansız, zatsız. Xiyara, pomidora, çiyələyə, ondan sonra badımcana, ondan sonra hər bir şeyə. İstəsəz qonaq gələ bilərsiniz. Bax, gördünüz, dilim varsa dişçəyim də var. Gəlirəm, suluyuram, onlara baxıram. Nara kimi əkmişəm. İndi burada nar ağacı bitəcək. Ondan başqa deməli, eyvanıma quşlar gəlir. Bir 40 dənə quş gəlir. Hamısına da yemək. Gəl bura, Fatimə gəl çək, mənə gözləyirlər. Yemək verəcəm indi onlara, gələcəklər bura.
Öpürəm sizi. İnsan istəsə hər şey eləyə bilər. Sağ olun, sağ olun. Dilim varsa dirçəyim də var da. Səhərdən burada samavar qaynadıram. Qızlarımız da buradadır. Sən bir o qızlarımızı çək görsünlər hansı qızlarımız buradadır. Vəkil yoldaşlarım buradadır hamısı. Dilli Dilaver vəkil yoldaşlarım. O şey çay qaynayıb burada. Qaynatmışam hazır. İndi Aydın xan gəlib içəcək. Bu bizi qonaq çağırıb. Ay millət, ay xalq. Bu bizi qonaq çağırıb. Bizə çağırıb ki, siz burada gəlin çay qaynadın. Mən də bilirəm də, mənim də dilim varsa bəxt dedim, dirçəyim də var. Qaynadaram o yüzden də keçərim. Qaynatmışam. Hanı çayını? Gətirin tez olun dəmliyim. Gətirin. Hardadır bunlar? Hara getdi? Ay Aydın xan. Gülbü çayını gətirir dəmliyim. Yenə deyəcəklər ki, Şəfiqə samavar. Həmişə deyir, hara gedirəm samavar yanımdadır da. Sevirəm də samavarı. Samavar çayını da sevirəm. Bu gözəl, çox gözəl Aydın xan bağçası var. Evi var, yaraşıqlıdır. Əziyyət çəkir bə, əziyyətlə qrup yaradıb hamısını. Ay Aydın xan, gətir dəmliyim çayı. Astaranın Sim kəndindəyik. Yenidən bir gözəlliklə qarşılaşdım. Həddindən artıq gözəldir. Çayın kənarında oturmuşuq. Çayın şoğusuna baxın. Çox gözəldir, həddindən artıq gözəldir. İnsanın bütün yorğunluğu çıxırıyor canından. Belə mənzərəni görməmək, belə mənzərəyə baxmamaq, belə gəlir ki, insan çox şey itirmiş olar. Yanımda da ki, yenə samavar çay. Yenə deyəsiniz ki, hara gedir samavar böyründədir. Neyniyim? Mən samavarı xoşlayıram, samavarın çayını xoşlayıram. Cənub zonası da məni xoşlayır. Hara gedirəm, üzlərində təbəssüm, üzlərində gülüş, qucaqlayıb məni bağırlarına basırlar. Mən də onları çox istəyirəm. Hətta mən Azərbaycanımızı çox istəyirəm. Hər bir güşəsini, hər bir yerini çox istəyirəm. Bir Zakatı alada olmamışam, bir də Balakəndə olmamışam. İnşallah oralara da gelirəm. Sağ olun, öpürəm hamınızı. Şəfiq xanım, gəlmişik dincəlməyə. Səndən yoxdur da, gətirmə bizi təbiətin qoynuna. Gör nə gözəl yerlər. Cavan salam, necəsən? Baxın, gör nə gözəl yerdəydik. Yəni, mən hara gedirəm, samavar çayı gəlir yanıma. Bu samavar çayını bir göstər. Göstərirəm. Yenə deyəcəklər ki, oturub samavar çayı içir. Şəfiq xanım, sən sevirsən bu samavar Ben çayı. samavar Hələ çayını balkonda da qəşəng qoyurdur, o cənnət məkan balkonunda. Süper. Sizə də belə istirahət arzu edirəm, Ezdə. Çayın şırıltısı, yanınızda samavar çayı, qənd. Mən özü samavar çayını qəndlə xoşlayıram. Bu da ki, Lənkəranski qənd. Lənkəran qəndi. Pişmiş qənd. Sağ olun, öpürəm sizi. Sağlıqla qalın. Başımı göstərir. Götürməm, onu götürməm. Bu da mənim adım. Çoğulu yağdır adım. Bir stəkan samavar çay koymuştum. İçirdim, dediler ki şehri su bastık sen çay içirsen. Şimdi az günümde çoğuluya bakın.